Salam əziz şagirdlər, bu video izahımda həndəsənin əsas anlayışlarından olan bir düz xətt üzərində n nöqtə varsa, n vurulsun n-1 bölünsün 2 sayda parça var. İsbatını verəcəm, düsturun isbatını verəcəm. Deməli, bu düsturu demək olar ki, həndəsənin əsas anlayışını dəfələrlə təkrar elədiyimiz, oxuduğumuz üçün bu düsturu hamımızın bildiyini düşünürəm. Amma İsbata gələndə hardan gəldiyini, isbatını düşünürəm ki, bəziləriniz bilmirsiniz. Gəlin bunun isbatını verim. Deməli, belə danışaq ki, tutalım ki, mən bir düz xətt üzərində 5 dənə nöqtə götürürəm. Məsələn, A nöqtəsi, B nöqtəsi, C, D və E nöqtəsi olsun. 5 nöqtəni göstərsəm ki, neçə parça var? Avtomatik düsturda n-in yerinə 5-i qoysan, n sayı bildirir də, neçə nöqtənin sayın. 5 vur 4 bölünsün 2, 10 dənə. Bəs isbata gələndə necə olur ki, o düstur yaranır? Belə deyək, gəl biz bu parçaları sayaq. Məsələn, AB parçası, AC parçası, AD parçası və AE parçası. 4 dənə parça burada yaranır üstəgə. Sonra BC parçası, BD və BE parçası 3. Sonra CD parçası CE 2 və sonuncu DE parçası 1. Biz 5 nöqtədə neçə addım getdik? 4 addım. 4 addım. Yəni ümumi say 4 addımlıq sayı oldu, parçaların sayı. İndi gəlin bunun isbatın belə verək ki, fikirləşək ki, biz burada fikirləşək ki, 5 parça yox, 5 parça yox. Burada n dənə parça olsa, məsələn, bir düz xətt üzərində n dənə parça var. N dənə nöqtə var, daha doğrusu. Məsələn, A nöqtəsi, B nöqtəsi, C nöqtəsi, D və s. N dənə nöqtə var. N dənə nöqtə varsa, bax 5 nöqtə olduğu halda 4-dən başlamışdı. Məsələn, 5 dənə nöqtə var idisə, sildim onu, A, B, C, D, E. Məsələn, burada hansıları idi? 1 parça, 2, 3, 4 parça. 4 üstə gəl, 3 üstə gəl, 2 üstə gəlsin 1. Düzdür? N dənə olanda artıq 5 nöqtədə 4-dən başlamışdı. N dənə olanda biz n çıxılsın 1-dən başlayırıq. Üstə gəl. N çıx 2, üstə gəl. N çıx 3. N çıx 3. Üstə gəl nöqtələr. Üstə gəl 2, üstə gəl 1. Bu qaydada sonlanır. Bu bizə nəyi verir? Ədədi silsiləni. Ədədi silsilənin birinci həddi, ədədi silsilənin sonuncu həddi, ədədi silsilənin silsilə fərqi nəyə bərabərdir? 1-ə. Çünki fikirləş ki, məsələn, 4, 3, 2, 1 get-gedə azalmır. 4-dən 1 çıxdıq, 3, 3-dən 1 çıxdıq, 2, 2-dən 1 çıxıyor. Yəni, son 1-dən qutarmalı. Çünki naturalda da olmalıdır da. Ədədi silsilənin silsilə fərqi 1. Və cəm düsturumuz var idi bizim. Sm bərabərdir. A1 üstə gəlsin AM bölünsün 2 vurulsun N. N burada nöqtələrin sayı idi. İndi gətirib yerinə qoysaq bunu. Sm bərabərdir. Birinci həddə. Birinci hədd nədir? N çıxılsın 1. Sonuncu hədd nədir? 1. Bölünsün 2. Vurulsun. Bəs müəllim N nədir? N burada saydır. Sayımız 5 nöqtədə sayımız 4 olursa, n nöqtədə sayımız n çıxılsın 1 olur. Gətirib n çıxılsın 1-i elə n-in sayın yerinə qoyuram. Birlər buradan gedəndə cavab olur n vurulsun n çıxılsın 1 bölünsün 2 və həmin düstur alındı. Həmçinin bu düstur uşaqlar bir nöqtədən çıxan şüaların əmələ gətirdiyi bucaqların sayı üçündə eyni ifadəni biz alırıq, yəni eyni düsturdan hesablanır. Sağ olun, uğurlar olsun sizə.